Evlənirlər, bir-birlərinə etibar eləmirlər, telefonlarını qurtarlayırlar bir-birlərini. Hanı insana inam, hanı bəs siz danışır? Özünüz qəşəng bilirsiniz ki, insana inanma bu nəfsli varlığa, bu egoist varlığa etibar eləmək olmaz. Buna ancaq o zaman etibar eləmək olar ki, o Allah qorxusu ilə egoizmindən, nəfsindən bir kənara duraydı, özünü düzəldəydi. Özünü düzəldəcəyi bir məqam yoxdur artıq. Özü hər şeyin ölçüsünə çevrilib. Nə istəyir onu eləyir, özü üçün həyat qurur. Komfortlu bir həyat qurur. Həqiqət də axtarmırlar da. Postmodern mədəniyyətə gəldik dedilər. Bir həqiqət yoxdur. Kim nəyi həqiqət istəsə yerinə qoya bilər. Çox təkrarlı siyasət düşünür ki, hansısa bir yalanı çox təkrarlasa həqiqət yerinə sıraya bilər cəmaata. Psixoloqlar da bunun üstündə baş sındırırlar. Nə tər baş verir bu? Həqiqət isə ən dərindəki ürəkləri sarsıdanda həqiqət olduğunu sübut edir. Bəlkə o ürək sahibləri bir millətdə, bir xalqda 5, 6, 7, 8 nəfərdən ibarət olur. Ariflər olur deyəlim ki də. Amma məhz onlar, o Nəsimilər, o Füzulilər, o xalqın ən böyük elitar, ruhani elitası onların ürəyi təsdiqləyir deyə xalq da onların yanında toplanır.